Əziz Qarabağ azərkeşləri, inşallah ki, Allahın izni ilə bu UEFA Çempionlar Liqasının yeni formatında keçən liqası bizə düşərli oldu. Tariximizdə ikinci dəfə Çempionlar Liqasına düşdük. Bu dəfə yeni formatda keçən liqasına düşdük və maraqlı məqam odur ki, startı yaxşı götürdük. Benfica səfərindən geri dönüş qələbəsi, komandada o özgüvənliyi var idi və burada doğma azərkeşləri önündə tarixi stadionda, tarixi Tofiq Bəhrumov adına Respublika stadionda tarixi qələbə qazandıq. İki oyuna bütün dünya şokdadır ki, iki oyuna kiçik büdcə ilə, yəni 900 min avroya alınan 6 transfer və tez bir zamanda adaptasiya və həm ölkə cəbhəsində, ölkə çempionatında, Premyer Liqasında oyunları davam etdirir. Həm də ki, nəhəng planetin bir nömrəli, qitənin bir nömrəli çempionatında Qarabağ klubu uğurlu start götürüb və uğurlu 2 nəticə qazanmışıq. Benfica səfərindən qələbə, Kopenhagendən doğma azərkeşləri önündə qələbə. 2 oyuna 6 xal, hal-hazırda da 6-cı yerdəyik. İnşallah ki, bunun davamı gələcək və artıq bizə Benfica və bizə Kopenhagen maraqlı deyil. Bizə maraqlı hal-hazırda hansı komandadır? Heç də yaxşı günlərini yaşamayan Atletico Bilbao. Atletico Bilbao-la oynamasaq da Atletico Madrid-la oynamışıq. Yəni İspan komandalarını bir balaca yaxından tanıyırıq, rəqib olub bizə. Amma Atletico Bilbao-nun özü ilə bizim Şamaxı komandamız oynayıb. Köhnə adı ilə desək, Bakının Inter komandası Şəfa stadionunda oynamışdı. UEFA Avroliqanın 2015-ci ildə UEFA Avroliqanın ikinci təsdiqatında ilk oyun Bilbao'nun meydançasında olmuşdu. Şamaxı komandası 2-0 məğlub oldu. Amma burada isə Bilbao Şamaxının qapısından top keçidə bilmədi. Yəni Şamaxı da Bilbao'nun qapısından top keçirtmədi. İkinci oyun qolsuz bərabərliyinə yekunlaşdı. Amma hər iki oyun nəticəsinə görə İspan təmsilçisi Atletico Bilbao mərhələni atlayan tərəf oldu. Amma indi Bilbao'nun rəqibi Şamaxı deyil, indiki rəqibi Qarabağ klubudur. Baxsaq ölkə çempionatında da hər şey öz qaydasındadır və Çempionlar Liqasında da hər şey öz qaydasındadır. Bilbao da elə deyil, tam əksinədir. 7 oyuna 6 məğlubiyyət, bir bərabərlik var. Ölkə çempionatı, yəni La Liqada da işləri heç də uğurla getmir. Çempionlar Liqasında da işləri heç uğurla getmir. Düşünsək ki, Bilbao hal-hazırda Qarabağa 3 xal kimi baxır. Amma onun, yəni Bilbao necə düşünür? Vaxtı ikən Benfica'da Qarabağa o 3 xal kimi baxırdı. Kopenhagen'də Qarabağa 3 xal kimi baxırdı. Amma sən saydığı say, gör Qurban Hoca nə sayır. Mənim fikirlərimə görə Qurbanovun komandası inşallah ki, Bilbao səfərindən də ən azından bir xal qələbəyə bərabərdir. Çünki əgər baş məşqçi göndərilməsə, Qarabağla oyuna qədər qalsa, mən inanıram ki, Qurbanovun möhtəşəm performansından sonra bir xal və ya da qələbə Qarabağ klubu qazansa, Bilbao'nun baş məşqçisini 100% göndərəcəklər. Amma İspaniya mətbuatında gəzən söhbətlərə görə, yəni Qarabağ qədər baş məşqçi qalmayacaq. Yəni Bilbao'nun baş məşqçi qalmayacaq, onu göndərəcəklər. O tərəf bizi maraqlandırmır. Bizi maraqlandıran nədir? Bizi maraqlandıran odur ki, ayın 4-ü Azərsun Arenada Qarabağ klubu ölkə çempionatında sonuncu yerdə olan Kəpəz klubunu qəbul edəcək. Sonra milli fasilə bizi narahat edir. Çünki orada demirəm Fransa üzərində qələbə və bərabərlik. Bizdə heyət bir kəsaddır, zədələrimiz çoxdur. Qarabağın hansı bir yerli futbolçusu Fransa ilə oyunda zədələnsə, bu işə bizim işlərimizi korlayacaq. İnşallah ki, Tural, Nərman, Musa, Elvin Cəfərquliyev, Bəhlul, onlar inşallah ki, zədələnməzlər. Əgər zədələnməsələr, inşallah ki, Qarabağın toplanışına, Qarabağın düşərgəsinə gəlsələr zədəsiz, bizə ayın 17-si Turan Tovuz səfəri gözləyir. Və maraqlı odur ki, Turan Tovuz səfəri yəni Tovuzda yox, Azərsun Arenada keçiriləcək. Çünki hələlik Turan Tovuzda təmir işləri getdiyinə görə, otoriteyi dəyişilmək prosesində olduğuna görə, hal-hazırda Turan Tovuz öz ev oyununu Azərsun Arenada keçiriləcək. Əslində baxanda, yəni Qarabağın stadionu, yəni belə baxın Qarabağ stadionunda, amma Turan Tovuz ev sahibi olacaq ayın 17-si. Ondan sonra 5 gündən sonra bizi Bilbao'nun oyun gözləyir. Mənim fikrimə görə Bilbao'dan biz bir xal ala bilərik. Ümumiyyətlə 2 oyuna 6 xal, Bilbao'dan da bir xal götürsək, mənim fikrimə görə Bilbao'dan bir xal götürsək və Chelsea-nə oyuna qədər Nərman Axundzadə öz oyununu tapacaq, Yankovic qaydacaq. Demirəm ki, Chelsea-yə qalib gələrik. Bir xala ümid eləyə bilərik. Amma mənim şəxsi fikrimdə özüm üçün hesablayıram ki, Bilbao'dan bir xal götürsək, xalımız 7-yə çatır və bizi burada Chelsea oyun gözləyir, sonra Napoli səfəri gözləyir.
Ya Chelsea-yə burada udursaq, Napolidən istəyirəm bir xal götürəcəyik, ya da Chelsea-dən buradan bir xal götürsək, Napoliyə məğlub ola bilərik. İstərdik, arzu edirik qələbə qazanan bütün oyunları, amma fanat kimi yox, reallıqla, yəni reallıq var da. Ya Chelsea bir xalı Napoli məğlubiyyəti olacaq, ya da ki Chelsea məğlubiyyəti Napolidə bir xal götürsək, inşallah ki mən elə də arzu edirəm. Ajax heç də Bilbao'dan dala qalmır. Ajax'ın işləri heç də yaxşı getmir. Ajax'dan rahat 3 xal götürə bilərik. Mənim fikrimə görə Ajax'dan 3 xalı rahat götürmək olar və ondan sonra bizə Eintracht Frankfurt oyun gözləyir, doğma dalbadal oynayacaq Ajax və Eintracht Frankfurt. Oyunda da bir xal götürsək, ortalama 11-12 xalla, nəzərə alaq ki 6 xalla da hal-hazırda 6-cı yerdəyik. Bəzi komandalarda bizə rəqib olan 6-cı, 7-ci yerdə, 6-cı, 7-ci turdan sonra bizə qonşu olan komandalar hal-hazırda 2 turdan sonra xal və xallar itirib. Bu bizə xeyirdir ki, biz məğlub olduğumuz oyunlarda, şərt məsələn xeyir gəlməzsə, məğlub olduğumuz oyunlarda bizə avantajdır. Bizə bir balaca yaxşı, yəni təsir edəcək ki, onlar bizə çatmayacaq. Amma bir şey də nəzərə alaq ki, Galatasaray, belə deyək də, Galatasaray Liverpoolu qalib gəldi. Demirəm biz qalib gələrik, amma biz məsələni həll etsək, 24-lüyü bir tur qalmış rəsmiləşdirsək, inanıram ki, Qurbanovun takımı ən azından rahat Liverpoolla rahat döyüşəcək. Udarıqsa və bərabər eləyəriksə və ya da məğlub olarıqsa, ən azından 24-lüyümüz təmin olunacaq. İnşallah ki, yaxşı olar. İnanıram komandama, inanıram Qurban Hocaya, inanıram Qarabağ rəhbərliyinə. Uğurlu start götürmüşük. Bunun ardı da gələcək inşallah. Sizlər nə fikirləşirsiniz? YouTube səhifəmdə şərh bölümü açıqdır. Fikirlərinizi bildirə bilərsiniz və əgər YouTube-ma takib atmamısınızsa, takib atın. Qarabağ haqqında məlumatlar İnşallah hər bir zaman Qarabağın səsi, Qarabağın səsinin mənası o deməkdir ki, Qarabağın səsi sən, mən və ümumi Qarabağ azərkeşləri deməkdir. Yəni Qarabağın səsi biz azərkeşlərin səsi deməkdir. Vaxtı aldığıma görə təşəkkür edirəm, minnətdaram.